Həsənov Hüseyin Vahiboğlu 13 aprel 2001-ci ildə Ucar rayonunun Çiyini kəndində anadan olub. Çiyini kənd tam orta məktəbində orta təhsil alıb, sonra hərbi xidmətə gedib. Azərbaycan ordusunun əskəri olan Hüseyin Həsənov 2020-ci il sentyabrın 27-sində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğal altında olan torpaqların azad edilməsi üçün başlanan Vətən müharibəsində savaşıb. Sentyabrın 27-sində döyüşlərin birində qəhrəmancasına şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısına qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Vətən uğrunda Kəlbəcərin azad olunmasına görə və döyüşdə fərqlənməyə görə medalları ilə təltif edilib. Ucar rayon Çiyini kənd qəbristanlığında dəfn edilib. Məkanı cənnət olsun şəhidimizin.